Hazreti Ali Aleyhisselam buyurur, elədiyin köməyi səndən kömək istənilmədən elə. Onda 100% fəzilət əldə edəcəksən. Dedilər, ağa, istəniləndən sonra eləsək. Dedi, yaxşı işləyək, amma fəziləti 50% düşəcək aşağı. İndi bəziləri də buna adət ediblər. Görür birinin ehtiyacı var, gözləyir ki, gəb ağız açsın. Yox, bu kişi işi deyil. Yaxşı iş deyil. Görsən ehtiyacı var, gedaş yoxda. Hətta istəsə də sənə savab verəcəklər, amma 100-ün 50'sin. Həzrət Əli deyir, 50% dərhal fəzilət düşür aşağı. Bunu elə vaxtında öz xoşunla elə də. İmamlar bu cür eləyiblər. Görəsən, biz nə qədər oxşayırıq İmam Kazım Əleyhisselam. Bir gün biri gəldi İmam Kazım Ağa'nın yanına. Dedi ki, ağa, siz Allah'ın qapısısınız da yer üzündə ki, bu cürdür da İmam Məsumlar Allah'a gedən qapıdırlar da biz üçün. Dedi, siz Allah'ın yer üzündə